Salam uşaqlar. İsrafil? Bu necə salam verməkdir ala? Nə olub ki? Necə nə olub ala? Qabağa gələrdi Ömərliyə. 2 qat olardın. Salam uşaqlar, necəsiniz? Nə var, nə yox? İndi nə olub ala? Böyük adam olmusan? Ha? Bəli, bəli. Mən artıq MTN-də işləyirəm. Prospektə? Milli Təhlükəsizlik Nazirliyində? Orada? Əşya, MTN-də, Mədəniyyət və Turizm Nazirliyində. Sözlük də ala, turist. Nə var ala? Vapşe nə deyirsən ala? Aşağılar, bilirsiniz, məsələ belədir də, bu il Planet Parniz Baku KVN teatrının 10 illik yubileyidir. Üstəlik də Parniz Baku KVN komandasının yaranmasının 20 illiyidir. Mənə də tapşırıblar ki, bu yubiley ilə əlaqədar bir dənə möhtəşəm tədbir keçirdim. Hala gözümüz aydın ala. Bezmişik daha sizin tədbirlərimizdə. Sözlüdür. Sözlüdür, konkret nə eləmək lazımdır? 5 manatdan, 3 Uşaqlar, manatdan. uşaqlar, bunu ancaq siz bacararsınız. Tümbolik KVN'çilər bütün günü sizin ağzınızı əyirlər. Kim ala? Bizi? Mən görməmişəm. Qoqaş, mən də görməmişəm. Hala necə görməmişsən? Bütün günü KVN'çiləri televizordan göstərirlər axı. Çox istedadlı aktyorlardır. Ala, istedadlı aktör olsaydılar, çoxdan da əməkdar artist adını verərdilər. Ala, mən hələ teatr binasını demirəm. Hala, nağıl danışma la. Teatr, bina, yox bir. Özü lap artistliyə qoymuşsunuz sənə. Konkretlə neynəyək? Uşaqlar, siz KVN'çiləri yamsılaya bilərsiniz. Lazım olsa da ağzından əyər. Birinci kələmdir. Lap yaxşı, lap çox yaxşı. Xanımlar və cənablar, Planet Parniz Baku KVN teatrının 10 illik yubileyi ilə əlaqədar konsertimizə başlayırıq. Bəqlar, məndə ştutsni siqayet var, nə qara qoyun? Orada da olan. Ala, nə durmusunuz? Başlayın da. Nə başlayın, nə durmusunuz? Nə eləmək lazımdır, konkret dinəndə? Ala, onların ən xod gedən nömrələrindən biri parodiyalardır. Var parodiya. Ala, özüm ölüm var.